Ağ Ev sahibi hesab edir ki, Türkiye prezidenti Ukraynadakı münaqişənin sona çatmasına mühüm təsir göstərə bilər. Bunun üçün o sadəcə Rusiya neftindən imtina etməlidir. Trump əmindir ki, Ankara belə bir addım atacaq, çünki onun alternativ mənbələri var. Müşahidəçilərin qənaətinə görə bu mövzu BMT çərçivəsində Amerika Birləşmiş Ştatları və Türkiyə prezidentləri arasında keçirilən görüşdə iki lider arasında əsas müzakirə mövzusu olub və Ağ Ev sahibi Türkiyə ilə F-35 müqaviləsi bağlamaq ehtimalını gündəmə gətirərək ona müəyyən tələblər irəli sürüb. Tələblərdən biri də məhz Rusiya neftindən imtinadır. Вполне понятно и логично, ведь США İndi çoxlarını Türkiyə Rusiya ilə əməkdaşlıqdan imtina etsə nə qazanacaq və ya Türkiyənin buna ehtiyacı varmı sualı düşündürür. Ümumiyyətlə, bu mümkündürmü? Fikrimcə mümkün deyil. Türkiyə Trumpa itaat etməsə nə olacaq? İlk növbədə müstəqilliyini qoruyacaq və artıq belə bir nümunə də var. Hindistan, Rusiya, Çin. Hindistan uzun illərdən sonra Trumpın rüsum siyasətinə etiraz olaraq ilk dəfə Şanxay əməkdaşlıq sammitində iştirak etdi. Birləşmiş Ştatlar prezidenti çox yüksək gömrük rüsumları tətbiq etməklə Hindistanla münasibətləri yaxşılaşdırmaq üçün sərf edilən 30 ilin üstündən xətt çəkdi. Qərbin sanksiyalarına ən çox məruz qalan Rusiyadır, amma onun da iqtisadiyyatı çökməyib. Mən Trumpın yerində olsaydım, Türkiyəyə təzyiq etməkdən çəkinərdim. Çünki bu gedişat tərəfləri Türkiyə-Rusiya-Çin ittifaqının formalaşmasına aparır. Və əgər bu olarsa, İran və bir sıra digər ölkələr ona qoşularsa, bu güc balansında əsaslı dəyişiklik olacaq. Ağ Ev sahibinin qənaətinə görə Türkiyə hazırda çox neytralda, amma Macarıstan və Slovakiyadan fərqli olaraq onun dənizə çıxışı var. Bu isə Türkiyəyə əlavə imkanlar yaradır. Deməli, Rusiyanın enerji resurslarından imtina edə bilər. Məsələyə münasibət bildirən Hürriyyət qəzeti isə yazır ki, Rusiya ötən il olduğu kimi 2025-ci ildə də Türkiyənin əsas təbii qaz və neft tədarükçüsü mövqeyini qoruyub saxlayacaq. Я с большим трудом себе могу представить ситуацию, когда Mən inanmıram ki, Türkiyə prezidenti Rusiya neft və qazından imtina eləsin. Bugün Türkiyə Rusiya enerji resurslarının Avropaya nəqlindən nəzərə çarpacaq dərəcə mənfəət götürür. Digər tərəfdən, Erdoğan həm də Rusiyanın neft və qazından imtina edən Avropa İttifaqı ilə üz-üzədir. Və bu mərhələdə Avropa necə oldu? Almaniya iqtisadiyyatına nə oldu? Türkiyənin buna ehtiyacı var kimi sualların mənə görə bir cavabı var. Xeyr. Bu arada Dövlət Baxçalının dünyaya meydan oxuyan Birləşmiş Ştatlar İsrail koalisiyasına qarşı ən uyğun variant Türkiyə, Rusiya və Çin ittifaqıdır bəyanatını da unutmamalıyıq. Bu birlik Qərb üçün sürprizdir. Qeyd edim ki, Baxçalı indiyədək təsadüfi bəyanatlar verməyib. Türkiye'nin enerji alanında sadece doğalgaz, petrol noktasında değil, aynı zamanda nükleer enerji noktasında da alternatif bir işbirliğine yöneldiğini görmüş oluyoruz. Burada en önemli konulardan biri bağımlılık ölçülerinin ve eğilimlerin aslında okunması. Çünkü siz yeni bir alanda işbirliğini açarken eski işbirliklerinizi tamamen rafa kaldırıp eski işbirliklerinizi sonlandıracaksınız diye bir durum yok. Bu noktada Amerika Birleşik Devletleri ile yapılan bu ilişkiler aslında enerji güvenliği noktasında bir alternatif yarattığı için son derece önemli. Bu Türkiye'nin arabuluculuk rolünü geri plana düşürür mü? Ben düşüreceğini zannetmiyorum. Reuters'in məlumatına görə Amerika Birləşmiş Ştatları Türkiyənin Rusiya enerji resurslarından imtina edəcəyi təqdirdə müdafiə sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv edə, eləcə də ona Amerikanın 5-ci nəsil F-35 qırıcılarını almağa icazə verə bilər. Türkiyə isə Birləşmiş Ştatlardan 4-cü nəsil F-16 qırıcıları almaq istəyir. Xatırladaq ki, Türkiyə müdafiə sənayesinə qarşı sanksiyalar Trumpın prezidentlik dövründə ilk dəfə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri almasına görə tətbiq edilib. Medianın əldə etdiyi məlumata görə Türkiyə prezidenti Rusiya ilə ticarət əlaqələri ilə bağlı konkret açıqlama verməsə də, Amerika Birləşmiş Ştatları prezidenti ilə F-35 və F-16 hərbi təyyarələrinin alınması ilə bağlı ortaq məxrəcə gələcəklərinə ümid etdiyini bildirib. Müşahidəçilərə görə Türkiyə Rusiya qazının tədarükündən imtina etsə, bu qiymət artımına səbəb olacaq. Yəni Türkiyə deyil, Amerika Birləşmiş Ştatları təchizatçıları qazanacaq.